YouTube kanalımın izleyicileri, hoş gördüm herkesi. Bugün sizlere Şağan'dan güzel bir, güneşli bir havada sizi salamlayıram. 3 sotda sizlere qəşəng bir dənə bağ evi tapmışam. 160 kvadratlıq sahəsi var. Hovuzu, daimi yaşayabiləcəyiniz bir evdir. Məktəbə yaxındır, yola yaxındır. Məhəlləsi tam asfaltdır, parkovkası var bayır tərəfdə. İçəridə də 2 maşınlıq yeri var. 7 metr uzunluğunda, 3 metr enində hovuzu, 1,55 dərinliyindədir. Burada da teras və istəsəz buranı bağlayıb cam balkondan besetka kimi də istifadə edə bilərsiniz. Evin yan tərəfinə də keçidi var. İndi isə daxil olaq 160 kvadratlıq evimizə. Nə qəşəng bir şeydir bu. Daxil olduq evimizə. Xolla zal birlikdədir. Geniş, ürək açan bir evdir. Tavanın hündürlüyü 3 metr 60 santidir. Burada da bir dənə balaca pələng yatıb. Vallahi bunun naxışlarına bir dənə fikir verin. Maşallah olsun sənə. Sən nə qəşəng görünürsən, maşallah sənə. Hə. Gəldik mətbəximizə. 20 kvadratlıq bir dənə mətbəx. Ev bu arada bəli, ev tam əşyalı satılır. Sadəcə olaraq bir dənə şəxsi əşyalar götürüləcək. 285 min manat start deyirəm bu evə. Burada gördüyünüz kimi dolab otağı yığılıb. Amma siz buranı istəsəz yataq otağı kimi istifadə edə bilərsiniz. Ev sahibinə, hal-hazırdakı ev sahibinə ehtiyac deyil bura. Burada da bir hol və yataq otaqları, mətbəx sağ tərəfdə. Birinci yataq, mətbəx nə idi? Sanitar qovşaq. Arada bir oldu. Burada da bir dənə pişik var. Amma maşallah sən nə qəşəngsən belə. Fərqli pişiklər var. Görmədiyim pişiklərdir bunlar. Burada sanitar qovşağı. Taylandda olanda bir dənə kafe var idi. Pişiklərin kafesi. Baxdım onlara, dedim, bunlar bəxtəvərlərin həyatına bax. Değerli müşterilerimiz, bu ev ipotekaya yararlıdır. Tam isti döşəməlidir. Bütün kanal xətləri çəkilib, qaz, su, işıq falan hər bir şey öz qaydasındadır. İsti döşəməlidir. Burada da ümumi sanitar qovşağı. Almağa dəyər bir evdir. Yeni evdir, bəli. Daimi yaşaya biləcəyiniz, ailəvinizlə, rahatlıqla yaşaya biləcəyiniz bir yerdədir. 285 bin manatdır. Allah hər birinizə bundan daha gözəl evlər, daha yaxşı evlər nəsib eləsin inşallah. Canınız sağ olsun, ömrünüz uzun olsun. Özünüzdən müğayət olun.